Mən də xoşuma gəlmir qəbul olunan qanunlar, cərimələr, vergilər filan. Amma bu demək deyil ki, mən dövlətin bütün strukturlarını hörmətdən salım, gözdən salım, deyim burada hamısı belə deyil. Elə deyil. Vallahi dövlətdə də, məmurlarda da işləyən o qədər vicdanlı insanlar var ki. Yəni bu məsələlər mən düşünürəm ki, zamanla düzələcək inşallah və biz də bunu düzəltməyə çalışmalıyıq, danışmalıyıq, deməliyik. Yəni qardaş, əlimizdən gələni kimsə durub desə ki, dövlətimizə kömək eləməliyik. Tural bəy, bax mən durub desəm ki, mən bütün günü məni Dövlət Təhlükəsizlik Xidməti müdafiə eləyir. Mən bura gələndə, gedəndə, yemək yeyəndə mənə birisi nə deyirlər? Agentdir. DTX işdir. Amma özlərinə olanda deyir, agent deyilik biz, deyir, biz vətənpərvərik. Biraz absurddur da. Vallahi absurd. Doğru absurd. Mən desəm ki, mənə bura polis yola salır, gətirir, gedib tutaq ki. Halbuki mənim öz polisimdir. Hə. Bu mənim öz polisimdir. Mən də bu ölkənin siyasətçisiyəm. Mən təhlükəsizliyimi təmin etmək üçün edə bilərəm. Hansı ki, mən çox istəyirəm eləsinlər. Eləmir. Məni elə bir-iki şəklim çıxsa ki, məni polis mühafizə edir. Biz sizə dedik bu agentdir. Biz sizə dedik bu. Amma Fransa kəşfiyyatı onları mühafizə eləyəndə onlar vətənpərvər. Vətənpərvər. Bax bu qəribə nüanslar var ki, bunları danışmayan və insanlar da baxmayın da detallı analiz edən insan deyir, hə buna bax qardaş, mən burada bax siz burada çalışmasanız, biz indi sağda solda ora bura valla ac qalarıq. Bu nətər olur sən orada oturmusan? Nə diplomu tanıtmısan ki, deyəsən diplom üzrə işləyirəm, nə savadın, nə bileyim. Necə dolanırsan, necə yaşayırsan o ölkədə, o bahalı ölkədə. İnternetin pulunu nəylə verirsən? Bax, mən telefonuma bildiriş gəlib, internetin vaxtı, qarnım ağrıdı, o kimi internet. Valla ciddi. İndi sən bütün gün internet əlində, telefon əlində filan danışırsan ki, nə ilə qardaş? Özdə tez-tez videolar yayırlar. Görürük ki, hərdən bir ölkədədirlər. Məsələn, bugün Avropanın bu ölkəsində, Sababüs ölkəsində hansı pulla gəzirlər? Mən də istəyirəm də. Hansı pulla o restoranlarda gedib otururlar? Hansı pulla o cür bahalı həyat tərzi yaşayırlar? Biz buradan Şəkiyə, Qubaya, Qusara gedəndə 1-2 ay özümüzə gələnmiz. Bəli, 3 gün Bakıdan kənara çıxırsan, gəlib 3 ay işləyirsən ki, onun borçlarını ödəyə biləsən. Yəni bu Avropada da hamımız bilirik ki, orada şey deyil də, hamı bir-birinə mərhəmət yoxdur. Kapitalizmin ən pik nöqtəsidir. Varındır, yeyəcəksən, yoxundur. Hətta Avropa öz vətəndaşları belə bir gün işləməsə az qalır. Xeyr olur, sən buradan basa-basa getmirsən və orada yeyirsən, içirsən, dolanırsan və özün bilərsən. Yenə deyirəm, Tural bəy, deyil, döymə taxta qapımı, döyməyim dəmir qapını. Yaxşı, sən indi hələ bir cür dolanışığını təmin edir. Sən də getmirsən bir tər dolanışığını, həyatını orada qurmağa çalış. Amma buradakılara yol göstərmə də. Məsələn, bizə ağıl vermə də, bizə mübarizə öyrətmə də, bizim addım və hərəkətlərimizi analiz etmə. O yol deyil axı, vətənə, dövlətə xəyanət yol deyil axı. Düşünür ki, onun yolu odur da, tutaq ki, deyir ki, bu yol düzdür. Yanlış yoldur. Lap tutaq ki, özünə görə düzdür. Sən necə buradakılara ağız əyə bilərsən? Sən minlərlə kilometr o tərəfdə oturub, necə buradakı kiməsə deyə bilərsən ki, sən qorxaqsan, niyə küçəyə çıxmırsan? Bu da bir Gültəkin Hacıbəyliyə heç cinayət işi açılmayıb. Türkiyədən göndərmək istəyirlər, canına qorxu düşüb da az qalıb Trumpa qədər məktub yazıb ki, qoymayın məni ölkəmə göndərirlər. Bu ölkənin siyasətçisisən axı. Bu ölkənin sən güya ki, Allah göstərməmiş müxalifət lideri, sən özünü elan eləmişsən. Gəl də ki, lideri olduğun xalqın önünə gəl də. Və sənin axı silahdaşın kameradadır. Mən bir dəfə danışdım. Deməli, mən o vaxt Gəncə Təşkilatının sədri olanda Əhəd Məmmədi də mənim avinim. Bir tədbirdən çıxdıq, dağılışdıq evlərimizə. Biz getdikcə orada-burada həbs elədi. İnzibatidə susqalıq verdilər filan. Mən evə çatanda məlum oldu ki, Əhəd tutublar. Getmişəm qapının ağzında polis yox, girirəm polis yox, yatıran polis yox. Mən səhərə qədər vicdan əzabından yata bilməmişəm ki, nətər mənim avinim içəridədir, mən burada yatıram. Səhər geyindim, çıxanda gördüm mülki geyimlər gəlir. Qucaqladım, dedim, qardaş, harada qalmış, gəlbə tutun. Vallahi ciddi olan işdir mən. Dedim, gəlin də apardılar məni sallar. Mübarizə yoldaşını satmaqdır. Gəlməsənsə, mübarizə yoldaşını satıp elədir mi? Nədən qorxursan? Sən əgər bir günahın yoxdursa, niyə özünü öldürürsən, yaxalıcırırsan ki? Günahın yoxdur və səni tutacaqlar. Bu yola çıxanda belədir da. Bən nətər bir lider olanda, like olanda, səndən yoxdur deyəndə əladır. Və bunun qarşılığı da budur da. Və nətər olan qız vardı, jurnalist. Sevinç Vaqif qızı. Bunların ittihamı da 5-10 min oradan buradan pul gətirməkdir. Avropada hansı ölkədə? Fransada durdu, dedi gedirəm Azərbaycan, cinayət işi açılmışdı, bilirdi gələndə tutub. Dedi, yox orada mənim silahdaşlarım həbsdədir, mən gedəcəm, mən də həbs olunum. İndi o da özünə jurnalist deyir,
demokratiya sən də deyirsən, nətər olub balaca, gəl içəridə də həbsdədir. Düzdür ya yox? Gündə bir status yazır, bir video çəkir. Yəni özünə özünə çatanda Tural bəy hər şey olmaz. Amma 30-dan artıq deyirsən siyasi məhbusun var, sənin çıxışlarına görə gediblər. Get tutul da. Yəni bax belə ikiyüzlülükləri tanımaq lazım Tural bəy. Yəni kimsə mən yenə deyirəm, xaricdəki iş kimi qınamıram. Kimsə mübarizə apara bilər, kimsə tutula bilər, kimsə tutulmaqdan qorxa bilər. Amma heç kim bir-birini ağıl verməz. Bax mən onlara ağıl verirəm ki, belə eləməyin, elə eləməyin. Özün bilərsən, həyatın sənindir, bu dünyada da o dünya özün cavab verəcəksən. Amma sən də bizə ağıl vermə, sən də bizə yol göstərmə. Təhqir nədir qardaş? Təhqir nə demək? Bunlar ancaq söyüş söylər. Bunlarınki mübarizə deyil. Belə mübarizə olmur. Belə yol təhqir olmaz. Bilirsiniz, yenə deyirəm, təhqir bizim şərq mədəniyyəti, ümumiyyətlə təhqir nə demək? Özünə sən əgər təhqir olunmağı istəmirsənsə heç kimi təhqir eləməməlisən. Əgər sən kimsə təhqir edirsənsə o söyüşün qarşılığını da almağa hazır olmalısan. Yəni siyasətimizi bax Tural bəy bilirsiniz elə özləri o Avropanın xüsusi xidmət orqanları Azərbaycan, Avropa və Amerikanı demirlər bizi qoruyurlar da. Düzdür ya yox. O gün biri çıxış edir. Mənim maşınım rengenə keçirilib ki, görə mikroçip varmı mənim maşınımda? Azərbaycan xüsusi xidmət orqanı məni izləyirmi? Baxın, bu adamın deyir ki, dilinlə deyir, mənim maşınımı rengendən keçirirlər. Niyə? Səbəb nədir? Deməli, sənin hansısa xüsusi xidmət orqanı ilə əlaqən var, hansısa formada görüşlərin var, hansısa formada tapşırıqlar alırsan, ona görə qorxursan. Sən avtomobillə rengendən keçirirlər. Hətta Avropada gedir şikayət edir ki, məsələn, mənim arvadım, qızım, oğlum itib deyir, 24 saat keçsin, sonra gəl. Sən nə xeyr olub, buradan getdin, öz vətəndaşından mataq oldun, sənin maşını xüsusi rengendən keçirdirlər. Hansı Almaniya vətəndaşı... Nə gizlədirsən, onsuz hər şey açıq danışırsınız da. Səni niyə bu qədər qorusunlar axı? Sənin nə qabiliyyətin, nə istedadın, nə bacarığın var? Bunlar xalq bilməlidir, bunlar danışmaq lazımdır ki, Azərbaycan xalqı bilsin. Onların çıxışına baxanda zaten elə xalq biləcək də. Xalq biləcək, mənim də çıxışıma baxanda bilir kiməm, harayım, küçədə də görür, yolda da görür, kimin kim olduğu bilinir. Sadəcə o biz bunları açıq tekstinə demirik, filan elə. Cəmaət elə deyil, biz də danışarıq. Biz də göstərərik, biz də sizə detalları, xırdalıqlara gedərik. Xeyr ola qardaş, buradakı məlumatlar sizə bizdən qabaq çatır. Özgə vaxt biz Azərbaycan hökumətindən işləmirik. Hakimiyyətin içindəki məlumat sən necə satır işləmirsənsə? Yox, bunlar mələkdirlər, bunlara vergi verilir. Elə deyil. Hakimiyyət bəyənmədiyin hakimiyyətdə iki məmur bir-birini qıranda sən məlumat sən də deyirsən, demək sən də xidmət edirsən, o sənə məlumat ötürən hökumət qrupuna. Və sən də demək hökumətə xidmət edirsən. Düzdür ya yoxdur abi. Hökumətin bir qrupuna xidmət edirsən. Düzdür qardaş. Demədə denən yox qardaş. Bax, məsəl üçün deyək də, sən acığın gəlir Daxili İşlər Nazirliyindən elə, deyirsən ki, orada hamı korrupsioner. Məsəl üçün deyək, orada iki general, ikisi də Daxili İşlər Nazirliyinin generalı, biri o birisini qaralamaq üçün məlumat ötürür. Sən də onu güppüldadırsan, düzdür ya yox? Deyirsən, biz yaxşı, və sən axı bu generala xidmət eləmiş oldun. Denən ki, mən sizin oyunuzda alət olası deyiləm. Dedə onu. Necə olur? Yəni, baxın, bu məsələlər, qardaş, biz burada oturur deyir, Tural deyir, qalstuku nə ilə alır, kostyumu nə ilə alır? Turalın kostyumunun qiyməti bəlli, giydiyi şey, qeydiyi bəlli. Düzdür ya yox? Sənə sual olunmalıdır, siz nə ilə? Özləri bir dəfə dedi ki, bizim hamımıza kart paylayıblar, hər ayda 200 neçə, yox, 500 neçə avro deyəsən pul qoyulur. Kim idi o kartı sizə paylayan? Xeyr olub, buradan sizə pul gəlir. Düzdür ya yox? Azərbaycandan kart veriblər onlar. Bəli, bəli, özləri o YouTube-da axtarın, bəli, o deyir, bəli, özü çıxdı nə dedi? Dedilər ki, burada elə bir bu blogerlərdən ola bilməz ki, o kartdan olmasın onda. Hamda var. İçində də aylıq bu qədər pul olur. Filankəs paylayıb, filan, o durursa, bu səhv deyirəmsə deyir. Yəni, yenə Tural bəy, biz burada oturmuşuq. Tənqidimizi deyirik, sözümüzü də deyirik. Sabah həbs olunacaqsa buradan həbs olunacaq. Azadlığa çıxacaqsa buradan çıxacaq. Biz Azərbaycan Respublikasının siyasətçiləriyik. Və burada Azərbaycan xalqı uğrunda da mübarizə aparırıq. Uğur qazanacaq, qazanmayacaq onu da Allah bilir. Amma heç kimə də ağıl vermir.